Bugün mənim dəyərli qardaşım, vətənsevər, vətəninə bağlı olan Azər Bağırov, gözəl qardaşımla birlikdə Şerlidə Mantar dağının ətəyində çörək yeməyə gəldik. Öz yurduna gəldik, öz obasına gəldik. Allah arzusunda olanlara qismət eləsin. Azər, xoş gəlmişsən mənim qardaşım. Mən sizin xətrinizdə həqiqətən çox istəyirəm, siz bilən vətənpərvər. Biz de sizi çok istiyoruz Kenan Bey'le. Allah sizi korusun şairimiz. Bütün Azerbaycan halkı bilir ki sosyal şebekede Kenan Bey'in Azerbaycan adına çok kıymetlidir. Azerbaycan Respublikası'nın Vatanımızın torpağının işgalden azad olması ne gibi sevinler. Hem yerlimizdir. Şairimiz vətənimizin hər bir dəyərli oğlu üçün, şəhidi üçün yazdığı şeirlərlə hamımızı Azərbaycan xalqını feyziyab edir və dünyada yaşayan bütün Azərbaycanlara xoş gəlir. Siz də çox sağ olun, var olun, təşəkkür ederim. Biz bir yerdə çox dedikcə, biz bir yerdə çox güclüyük. Çünki Azərbaycan xalqının bu qədər gözəl dəyərli oğulları var ki, bizim dostluq əlaqələrimiz var onlarla şəxsi həyatda. Qardaşlıq edirik, xeyirlərinə, şərlərinə. Hamımız bir yerdəyik. Allah şəhidlərimizin ruhu önündə Kenan Bey'le utandırmasın, xalqımızı. Amin. Dünyanın harasında yaşasın, şəhidlər orada olmasın. Bu gözəl mübarək torpaqlarda hər zaman onlara dua edək, onların ruhuna salavat zikir edək, onlara dünyada ən gözəl varlıq nə varsa onun ailələrinə, balalarına nəsib olsun. Dünya bütün sərvətləri qoyularının olsun, bizə heç nə həyatda lazım deyil. Qazilərimizi Allah qorusun, veteranlarımızı qorusun. Allah sizi qorusun Kenan Bey'im. Çox sağ olun, minnətdarım sizə. Mən də sizə təşəkkür edirəm Azər qardaşım. Allah sizi var eləsin. Biz əziyyət çəkmirik. Biz sevə-sevə hərəkət edirik. Bizim əziyyətimiz Cənab Prezidentimizin etimadın doğruldan insanların, bax bu Qarabağa, Ağdama, Şuşamıza, gözəl rayonlarımıza olan diqqəti gördükcə gözümüzdə daha da ruh yüksəkliyi. Bəli. Və buradan Ağdam üçün, Qarabağ üçün hər bir vaxt əziyyət çəkən Rövşən Rzayev təşəkkür edirik ki, hər bir məcburi köçkünü həqiqətən bir-bir dinləyir, onların yaşayışı üçün Ali Baş Komandanın qoyduğu yolla gedərək onun etimadını doğrulur. Mən də Bu tərif deyil ha, bu həqiqət. Əlbəttə ki, mən də öz ürəyimdə gələn sözü demək istərdim bu boyda. Respublikamızın bütün şəhər və bölgələrində məcburi köçkünlərin yaşaması üçün Rövşən Rzayevin çox böyük rolu olub ki, xüsusi nümayəndə olaraq hal-hazırdakı bu təşkilata şeydir. Rövşən Rzayev və aynen bəri hər zaman məcburi köçkünlərin sədr vəzifəsini